Falesin modeli ilə qərbdə batan günəşin hər gün necə şərqdən yenidən çıxdığına verilən cavab kafi deyildi. Falesə görə günəş yerin ətrafından geri dönərək yenidən şərqdə peyda olurdu. Amma şimaldakı dağlara görə biz bu prosesi görə bilmirdik. Bu problemdən çıxmaq üçün Anaximandrın irəli sürdüyü fikir, Karl Popperin sözləri ilə desək, insanlıq düşüncəsi tarixində ən cəsur, ən inqilabi və ən əlamətdar ideya idi. O, yer kürəsinin heç bir şeyə dayanmadan və ya heç bir şeyin üzərində durmadan boşluqda durduğunu və ya başqa bir sözlə fəzada üzdüyünü irəli sürür. Mexaniki təfərrüatlarını bir kənara qoysaq və sadə dildə izah etməyə çalışsaq, doğrudan da bu gün bildiyimiz qədərilə yer fəzada üzmürmü? Nəzəri fizik olan Carlo Rovelli əbəs yerə bu fikrin insanlıq tarixinin ən mühüm kəşflərindən biri olduğunu demir.